Sizə bir neçə sualımız var. İlk sualım belədir. Azərbaycanda işgəncələr, siyasi təqiblər və həbslərlə bağlı çoxsaylı hesabatlar mövcuddur. Bəs nə üçün Avropa əsasən yalnız bəyanatlar verməklə kifayətlənir? Bunun səbəbi siyasi iradənin çatışmazlığıdır, yoxsa başqa amillər də var? Council of Europe is losing its dynamic, and it becomes instead of Məncə burada hər iki amil rol oynayır. Həm siyasi iradənin yetərli olmaması, həm də siyasi maraqlar. Hesab edirəm ki, Avropa Şurası tədricən əvvəlki dinamizmini itirir. O, hüququn aliliyinin, demokratiyanın və azadlıqların müdafiəsinə xidmət edən bir təşkilatdan getdikcə, daha çox siyasi təşkilata çevrilir. Bu prosesdə dövlətlərin milli maraqları demokratiya, hüququn aliliyi və azadlıqlarla bağlı məsələlərə ciddi təsir göstərir. Bəli, nəticədə bəzi hallarda milli maraqlar prinsiplərdən üstün tutulur. Məhz buna görə də biz bəzən çox ehtiyatlı davranırıq. Eyni xarakterli hallara fərqli yanaşırıq. Bəzi vəziyyətlərdə çox sərt mövqe nümayiş etdiririk. Digərlərində isə eyni mahiyyət daşıyan pozuntulara qarşı daha yumşaq münasibət göstəririk. Bu, Avropanın hazırda üzləşdiyi böhranın əsas problemlərindən biridir. Mən hesab edirəm ki, Avropa öz dəyərlərini və kimliyini tədricən itirir. Why are sanctions applied quickly to some countries, but not in this case of Azerbaijan? Nəyə görə bəzi ölkələrə qarşı sanksiyalar operativ şəkildə tətbiq olunur? Azərbaycana münasibətdə isə belə addımlar atılmır. oil and gas, and so this is enough for many Europeans to see different. Azərbaycan zəngin ölkədir. Neft və təbii qaz istehsalçısıdır. Bu amil bir çox Avropa ölkəsinin Azərbaycandakı vəziyyətə fərqli yanaşmasına səbəb olur. Bu isə son dərəcə ciddi problemdir. Biz cinayətə, siyasi təqiblərə və ya diktaturaya qarşı münasibətimizi onları törədən tərəfə görə seçə bilmərik. Əgər öz prinsiplərimizə həqiqətən sadiqiksə, həmin prinsipləri və dəyərləri pozuntunu törədən şəxsin və ya dövlətin kimliyindən asılı olmayaraq eyni şəkildə tətbiq etməliyik. Təəssüf ki, praktikada bu həmişə baş vermir. By choosing who is a perpetrator. If we are serious about our principles, we have to apply the same principles, the same values, no matter who is a perpetrator. And sometimes this is not happening. If Europe sees these problems but doesn't not take strong action. Əgər Avropa bu problemləri görür, lakin qəti tədbirlər görmürsə, bu susqunluq dolayısıyla həmin siyasətin dəstəklənməsi və ya legitimləşdirilməsi kimi qiymətləndirilə bilərmi? The inaction and the fact that nobody pays for is not responsible for his actions or omissions. Bəli, hesab edirəm ki, belədir. Hərəkətsizlik və hüquq pozuntularını törədən şəxslərin öz əməllərinə və ya hərəkətsizliklərinə görə məsuliyyət daşımamaları bu cür pozuntuların təkrarlanmasına şərait yaradır. Əgər hüquq azid əməllərə lazımi reaksiya verilməzsə, həmin əməllər təkrar olunacaq. Mən hesab edirəm ki, Avropa bir gün buna görə peşman olacaq. Biz artıq bəzi hallarda həddindən artıq dözümlülüyün nəticələrini görürük. Bunun bariz nümunələrindən biri bəzi ölkələrdə insan hüquqlarının pozulmasına Avropanın kifayət qədər qətiyyətli reaksiya verməməsidir. On some situations, one of them is the timid reaction on violation of human rights in certain countries. If transnational repression is a real threat, what concrete steps to Europe? Transmilli repressiyalar real təhlükədirsə, Avropa ölkələri Azərbaycan jurnalistlərini və vətəndaş cəmiyyəti fəallarını qorumaq üçün konkret olaraq hansı addımları atmalıdır? The legitimacy and the seriousness of, for instance, warrant of arrest, or to examine when Azerbaijan government is seeking. Hər şeydən əvvəl Azərbaycan tərəfindən təqdim edilən həbs qərarlarının və ya axtarış elanlarının qanuniliyini və əsaslılığını hər bir konkret halda ciddi şəkildə yoxlamaq lazımdır. Eyni qaydada Azərbaycan hökuməti xaricdə yaşayan öz vətəndaşının ölkəyə qaytarılmasını tələb etdikdə, həmin iş hərtərəfli və qərəzsiz araşdırılmalı. Yalnız işin mahiyyəti və hüquqi əsasları nəzərə alınmaqla qiymətləndirilməlidir. Bundan əlavə, Interpol və Avropol vasitəsilə yayılan beynəlxalq axtarış və xəbərdarlıq bildirişlərinin müstəqil və ciddi şəkildə yoxlanılmasını təmin edən səmərəli mexanizm yaradılmalıdır. Examined throughout
in order not to hurt the rights of the individuals. And of course, Məqsəd ondan ibarət olmalıdır ki, bu mexanizmlərdən insanların hüquqlarını pozmaq üçün sui-istifadə edilməsin. Eyni zamanda Avropa ərazisində xarici dövlətlər tərəfindən həyata keçirilən zorakılıq və repressiya hallarına qətiyyən yol verilməməlidir. Biz bunun nümunəsini Azərbaycanlı jurnalistlərdən birinin döyülməsi və ehtimal ki, hakimiyyət nümayəndələrinin agentləri tərəfindən hücuma məruz qalması hadisəsində gördük. Bu qətiyyən qəbul edilməzdir. Belə hallara qarşı susmaq olmaz. silent. Considering the current political situation, how realistic it's for the Azerbaijan opposition to be represented in the Parliamentary Assembly of the Council of Europe? Is really possibility or theoretical idea? Mövcud siyasi vəziyyəti nəzərə alaraq, Azərbaycan müxalifətinin gələcəkdə Avropa Şurası Parlament Assambleyasında təmsil olunması nə dərəcədə realdır? Bu həqiqətən mümkün görünür, yoxsa qeyri-real ideyadır? Qorxuram ki, növbəti mərhələdə müzakirə olunan məsələ müxalifətin deyil, Azərbaycan hökumətinin nümayəndə heyətinin etimadnamələrinin yenidən təsdiq edilməsi olacaq. The political party of the government. I think that I heard a lot of voices in Europe say, in Council of Europe say that. Avropada, o cümlədən Avropa Şurasında artıq belə fikirlər səslənir ki, bəlkə də Azərbaycana münasibətdə həddindən artıq tələsmişik və həddindən artıq ərt davranmışıq. Bəzi şəxslər hesab edirlər ki, tətbiq edilən sanksiyalar və ya nümayəndə heyətinin etimadnamələrinin təsdiqlənməməsi istənilən nəticəni verməyib. Bu səbəbdən düşünürəm ki, Avropanın hazırki ehtiyatlı siyasəti davam edəcək. Hətta ölkədə vəziyyət daha da pisləşmiş olsa belə, Azərbaycanın nümayəndə heyətinin yenidən assambleyaya qaytarılması qərarı qəbul edilərsə, bu məni təəccübləndirməz. Mən bunu mənfi hal hesab edirəm. I won't be surprised if they accept back Azerbaijan, no matter the situation has worsened in that country. That's bad. Instead of promoting resistance to... Çünki belə bir yanaşma ədalətsizliyə qarşı müqaviməti təşviq etməyə əvəzinə, mövcud vəziyyətlə barışmağa və ona daha yumşaq münasibət göstərməyə xidmət edir. Thank you very much for And I want to say something. I have visited Azerbaijan twice. Çox təşəkkür edirəm. Mən də təşəkkür edirəm. Sonda bir məqamı xüsusi qeyd etmək istərdim. Mən Azərbaycanda 2 dəfə olmuşam. Azərbaycan xalqına və haqsızlığa qarşı səsini ucaltmaq cəsarəti göstərən insanlara böyük hörmət bəsləyirəm. Eyni zamanda Azərbaycan cəmiyyətində mövcud olan tolerantlıq ənənəsini də yüksək qiymətləndirirəm. Mən hesab edirəm ki, Azərbaycan xalqı daha yaxşı gələcəyə layiqdir. Thank you very much. Thank you. Çox təşəkkür edirəm. İcazənizlə sizə Azərbaycan Xalq Parlamentinin hazırladığı bu hesabatı təqdim etmək istərdim. Bu hesabat haqqında məlumatım var. Çox təşəkkür edirəm. Bu çox yaxşı təşəbbüsdür. Hesabatın hazırlanmasında Azərbaycan Xalq Parlamentinin üzvü Qurban Məmmədov iştirak edib. Məmmədov? Bəli, Qurban Məmmədov. Azerfreedom TV? Bəli, məhz o. Xahiş edirəm, bütün bu cəsarətli insanlara mənim salamımı və həmrəyliyimi çatdırın. Çox təşəkkür edirəm.